Bugün Naxçıvan Dövlət Kukla Teatrı mən deyərdim ki, artıq yeni bir istiqamət götürüb və bu istiqamətdə inkişaf eləyir. Bax, bu teatrda aktyorlara ustad dərslərin keçirilməsi, aktyorların öz üzərində daha məsuliyyətlə işləməsinə rəvat verən əsas şərtlərdən biridir. Və bundan əlavə teatr uşaqları, o belə deyək, tamaşaçılarını qarşılamaq üçün yaratdığı bu ab-hava artıq tamaşa başlayana qədər tamaşaçını o tamaşaya hazırlamaq işində çox böyük şərtlərdən biridir. Teatrda mən məşq prosesinə də baxdım və gördüm ki, burada artıq yeni bir forma, yeni bir üslub, Naxçıvan üçün yeni olan bir forma tapılıb. Bunun özü də uğurdur və teatr daha çox o yeniliklərə doğru getdikcə tamaşaçı marağı da teatra artacaq və həm də teatrın indiki hal-hazırda olan repertuarında olan rəngarəngliyə baxanda biz hiss eləyirik ki, teatr cəmiyyətdə baş verən bütün hadisələrə öz mövqeyini nümayiş elətdirir. Bax, buna görə də bugün mən deyərdim ki, Naxçıvan Dövlət Kukla Teatrı artıq yeni bir mərhələdə inkişaf eləməyə başlayıb.